Hətta istəyirsə tamamlayaraq, amma sizə bir sual verim, bir sual verim. Misal üçün, müəllim, Quranda Allah deyir ki, "Və əhəllallahul bey'a" deyirsiniz, siz bərəks oxuyun. Heç bilmirəm harda yazılıb, yaxşı. "Və əhəllallahul bey'a və harramar riba." Allah sizə alış-verişi halal etdi, ribanı haram etdi. Riba nə deməkdir? Quranla gəlir. Nə deməkdir? Mən sizə sual verirəm. Dərsən getmirsiniz, Quran gedirsiniz. Buyurun. Al-ver. Riba al-ver deməkdir. Nə deməkdir? Yox, Biz indi tərcüməçilik eləmirik. Yaxşı, mövzum nə deyil? Sizə demirəm. Düzdür, yox, mən sizi inanmıram. Siz ayıblayırsınız, ərəz bilmirsinizsə, düzdür. Dərdə getməyə də düz deyil, ərəz bilməyənsin. Mən mövzum o deyildi. Bax, ərəz bilənlər Onu belə bilsən də görüm nə deməkdir? Davam edirik. Deyirəm, riba. Bax, sual verirəm o Quranla gedə deyənlərə. Riba sözü ərəb dilində mənası artmaq deməkdir. Tərcümə edirik onların dediyinə, hədissiz. Allah Taala alış-verişi halal elədi, artırmağı haram elədi. Nəyə artırmaq? Binanı artırmağı, yaşı artırmağı, Var da, o birisi surədə var da, yoxdur. təfsir et. Necə yox, Amma demir, siz deyil. artırmaqda yarışdığınız yox, azdır. Yox. Nəyə artırmaq? Mal, sərvəti artırmaqda. Mən burada riba hədislə bilirik ki, faiz deməkdir, sələm deməkdir. Ay qardaş, salamı salamdır, riba da ribadır. Da buna Sələm Azərbaycanca deməli, ərəbcə deyil. Riba ərəbcədir, Quran dili iləndir. Sələm Azərbaycanca mənim ərəbcə deyil. Yəni Zahir bəy, demək istəyirəm ki, vallahi ki, eşitdilər məni. Quranla gedir deyənlərin çoxu, elə hamısı. Bəzi var ərəbcə bilir. Bəzilərinə mən dərs demişəm, indi özüm güya ərəbcə bilən kim sayır. Sən tələbələrlə gün. Bəli. Mən bir sözü götürən bilir nə dedim, kimə dedim özü bilir. Və indi çıxıb ki, ərəbcə bilir. Quranla gedir hədisləri. Bu da Quran ilə inkar eləyir. Əvvəldə hədisləri inkar elədi, sonra tərcüməyi inkar eləyir, indi Quran ilə inkar eləyir. Ki, İndi ad demirəm, özü sözü götürən bilir, xalq da bilir kimə deyirəm. Dönəndə, yəni belə yarımçıq olmasın.